Salam əzizlərim, kanalıma xoş gəlmisiniz. Mənə qonaq gəldiyiniz üçün çox şadam. Yeni bloqumuz başlayır. Ev işlərindən sonra maşına oturdum və kofe dayıma tələsdim. Təbii ki, sizi də özümlə aparıram. Belə məqamlarda başıma müxtəlif fikirlər gəlir. Bugün də istisna deyil. Mütləq kiməsə baş çəkməliyəm. Bəlkə də nəsə almalıyam. Amma gəlin hər şeyə ardıcılıqla baxaq. Sizə xoş izləmələr arzulayıram və öncədən təşəkkür edirəm ki, videolarımı sona qədər izləyirsiniz. Ortalarda like qoyursunuz, şərhlər yazırsınız. Onları oxumaq, sizə cavab vermək mənim üçün böyük zövqdür. Sağ olun ki, mənə dəstək olursunuz. Birazdan like barədə yenə xatırladacağım. Çünki təəssüf ki, videonun əvvəlində qoyulan likelar nəzərə alınmır. Artıq sevimli kafelerimdən birindəyəm. Latte macchiato və chia puding sifariş etdim. Fon musiqisi xoşdur, işçilərlə ünsiyyət isə həmişə mehribandır. Ümumiyyətlə, həm mənim, həm də sizin üçün gözəl vaxt olsun. Bu arada kafede yeni bir müşteri var, balaca pişik. Onu sahiblənib yeməklə təmin ediblər. Əhsən. Что он к нему подкрадывается. Так, этот боится. Этот боится. Так, надо это решить вопрос. Так, быстро. Paketi görəndə harada olduğum təxmin etdiniz, düzdür? Əlbəttə ki, Yuskda. Bu mağaza mənim ən sevimlilərimdəndir və üstəlik kafeyə yaxın yerləşir. Ona görə də hər dəfə qəhvədən sonra yolum buraya düşür. Və buradan ancaq nəsə aldıqda çıxa bilirəm, amma həmişə lazım olan işimə yarayacaq şeyləri alıram. Bu dəfə isə Yuska məqsədli girdim, çünki övladlarımızın toy il dönümü yaxınlaşır. Mən də onlara ev üçün hədiyyə almaq istədim. Bayram günü şəhərdə olmayacağım, çünki bağ evinə gedərəm inşallah. Ona görə öncədən təbrik etmək qərarına gəldim. İndi qızımla əlaqə saxlayıb, evdədirsə hədiyyəni aparacağım. Камунчика, привет, солнце. Чем вы занимаетесь? Аидочка, разгребаете последствия, да? Вы ремонт разгребаете. Я что хочу сказать. Значит, что хватает автобус, ну идите, я по вас ждите подарок. Здесь тоже зайти. Мне просто очень понравилось. Не знаю, что размер там очень зависит. У них есть такой подъезд, что советую сделать прямо на такой дорожке на стол. Можно? Посерьезно.
Və beləliklə hədiyyə unboxingi başlayır. Bu işdə mənə nəvəm kömək edir. Aldıqlarım budur. Çiçək naxışlı boz dəsmallar, tünd boz rəngli, açıq boz püsküllü stol üstü daruşqa, salat üçün taxta dəst, boz rəngdə əyri kənarlı əl işinə bənzəyən gözəl boşqab və evin abu-havası üçün şam. Dəst mənim çox xoşuma gəldi, hətta özümə də alasım var. Əsas odur ki, övladlarıma da bəyəndi. Sonra qızım və nəvəmlə çay içdik, mən isə evə qayıtdım. Çünki özüm üçün də bir şeylər almışdım. İndi onları da göstərərəm. Keçən dəfə Yusk gəzintisində sizə göstərdiyim zümrüd yaşıl rəngli pled var idi. O zaman ürəyimə düşmüşdü, bu dəfə isə yanından keçə bilmədim. Yumşaq, toxunuşu gözəl, naxşı isə çox zərifdir. Düzdür, elə gəlir ki, tez qatlanacaq, amma görək necə olacaq. Artıq gözlərim önünə gətirirəm. Terasda kresloda oturmuşam. Üstümə bu pledi örtmüşəm. Əlimdə isti çay və ya qəhvə. Yanımda şam yanır. Bayırda sakitlik. İçimdə isə rahatlıq. Həyat. Bu pledlə uyğun 2 dekorativ yastıq da aldım. Materiallı, yumşaqdır, divanda çox gözəl görünəcək. Və sizə salam göndərir Nikol. Здравствуйте, моя девушка. Красивая. Ты красивая. Сейчас я тебя подниму. Bundan başqa 2 ədəd yaşıl məxmər yastıqüzü aldım. Bunlar ev üçün. Keçən alış-verişdə yataq otağı üçün aldığım yaşıl örtüyü göstərmişdim. Bu yastıqüzüləri də məhz ona uyğun seçdim. Son vaxtlar nədənsə ürəyim yaşıl rəngə gedir. Bir də bej rəngli placemat aldım. Niyə? Çünki bağ evində Nikolenin yemək və su qabları birbaşa döşəmədə durur. Su içəndə o bunu çox emosional edir. Ətrafına su damcılayır. İndi həm təmiz, həm də səliqəli olacaq. Üstəlik döşəmənin və qabların rənginə uyğun seçdim. Bugünkü alış-verişim belə oldu. Mən çox məmnunam. Axşam biz Nikollə gəzməyə çıxdıq. Hava əla idi. Bu tuyalara həmişə valeh olmuşam. O qədər gözəl, dolğun, yaşıl idilər ki, amma son vaxtlar bir-bir qurmağa başlayıblar.
Görəsən nəsə olub onlara. Amma baxın ətrafda payız bütün rəngləri necə də maraqlıdır. Mən bu dalanları çox sevirəm. Elə bir rahatlıq var burada. Bir də ki, bir hasarın üstündə elə gözəl qoxulu bir bitki var ki, yayda o qədər möhtəşəm ətir saçır ki, həmişə qəsdən bu küçədən keçirəm. Dayanıb uzun uzadığı nəfəsimə çəkirəm, sonra yoluma davam edirəm. Джентльмен не оставляет в покое. Мы с Николькой здесь играем в этот. Иди сюда, Ника. Ко мне иди. На ручки иди. Ой, как я. Adətən səhərlər Nikolla Aleykaya gəzintiyə çıxırıq, axşamlar isə məktəbin ətrafında gəzirik. Amma bir şey məni narahat edir, küçə itlərinin sayı yenə artıb. Mən özüm üçün qorxmuram. Nikolu quruya bilmərəm deyə nigaran oluram. Məsələn, indi də bir küçə iti bizə yaxınlaşdı. Mən də tez-tez Nikolu qucağıma alıram. Çünki bilmək olmur necə reaksiya verəcək. Məktəbin həyəti də yeni dərs ilinə hazırlaşdırılır. Sizə xatırladım ki, mənim vloqlarım biraz gecikmə ilə çıxır. Bu kadrları avqustun sonunda çəkmişdim. Amma çalışıram ki, videolar artıq vaxtında çıxsın. Bizdə evlər də göbələk kimi tez-tez tikilir. Bu ev elə bil dünən başlamışdılar, amma artıq hazırdır. Hə, pul olanda hər şey çox sürətlə gedir. Saat axşam 21:20, Bravo'dan yeni gəldim. Həftəlik işlər başlayır. Evdə də ərzaq qurtarmışdı. Ona görə alış-veriş etdim və indi olacaq obzor. Bu mənim ən sevdiyim rubrikalardandır. Mən bilmirəm siz necə, amma mən başqalarının nələr almasına baxmağı çox sevirəm. Maraqlı olur, sonra da özüm sınayıram. Məhsulları paketlərə masanın üstünə düzüb sizə göstərəcəm. Birinci paket toyuq və balıq. Mən mintay filesi aldım. Burada cəmi 2 ədəd filə var. Əslində 5-lik paket istədim, amma yox idi. Mən mintay filələrini çox sevirəm. Həm qaynadıram, həm sobada bişirirəm, həm də smetanada qızardıram. Hamısı çox dadlı olur. Sonra 2 toyuq filesi, 4 butulka və 4 but götürdüm. Əvvəlcə fikrim vardı ki, toyuğu marinadlayım, amma gecdir, yatmaq vaxtıdır. Yəqin ki, sadəcə dondurucuya qoyacağım. Nikolka da yanımda. Axı ərzaqları açmaq onsuz mümkün deyil. Amma biraz gec gəlib, çünki bütün ətləri artıq yerbəyer etmişdim. İkinci paket tərəvəzlər. Soyuq fəsil yaxınlaşır deyə 2 limon, 2 layım aldım. Onları doğrayıb dondururam və lazım olanda çıxarıb istifadə edirəm. Bir dənə avokado aldım. Müxtəlif ölçüdə soğan, sevdiyim iceberg salatı da aldım və ilk dəfə olaraq bir ədəd parey soğanı, luk parey
Parey soğanı da götürdüm. Məncə heç vaxt yeməmişəm. Maraqlıdır. Bişirib sınayacağım, sizinlə də paylaşacağım. Bir də Savuşkin 5%li kəsmik aldım. Ondan dietik çörək bişirmək istəyirəm. Bir dəfə sınamışdım. Çox xoşuma gəlmişdi. Üçüncü paket Abad firmasından bal götürdüm. İlk dəfədir ki, bu firmadan alıram. Amma çox xoşuma gəldi. Bilmirəm nə qədər təbiidir, amma dadı çox yaxşıdır. Hətta sonradan yenə aldım. Amma başqa növünü, çünki bu yox idi. Ümumiyyətlə öz məhsullarımızı çox dəstəkləyirəm. Bizim tarlanın konservləri, qaymağın pendirləri çox dadlıdır. Əlbəttə hər şey mükəmməl deyil, amma keyfiyyətli məhsullarımız az deyil. Sonra Azərçay buket çay paketləri götürdüm. Çox sevdiyim çaydır. Həmişə yalnız bunu alıram. Paketləri ona görə aldım ki, bəzən çay istəyirsən, amma dəmləməyə vaxt olmur. Belə hallarda çox işə yarayır. Qoz və badam da aldım. Mən qəhvə ilə bal, qoz və pendir yeməyi çox sevirəm. Əgər sınamamısınızsa, mütləq dadın, peşman olmayacaqsınız. Sonra mərci aldım. Mərci şorbasını çox bişirirəm, xüsusən də soyuq havalarda. Amma qızım dedi ki, mərci ilə dietik çörək bişirib, mən də sınamaq istəyirəm, inşallah sizinlə bölüşəcəm. Sonra biraz xurma aldım. Ən sevdiyim quru gavalı və balaca bir qab mavi giləni. Çox bahadır, ona görə tez-tez almıram. Və dördüncü paket. Silpak salfetləri aldım. Bir də San firmasının dispenser salfetləri. Salfetlər çox tez bitir. 2 paket Kompakt firmasının pambıq disk. Didiya üçün isə 2 paket hava plastilinin, vazdushni plastilin götürdüm. O mənə gələndə məşğul olsun deyə. Sonra vanilli difuzor da aldım. Şəhərdə dəhlizdə və zalda qoyuram. Bağ evində isə yalnız vannada. Sonra Fairy. İllərdir yalnız bu yuyucudan istifadə edirəm. Heç nə ilə dəyişmirəm. Kanselyariya da aldım. Stikerlər. Sonra müxtəlif rəngli qələmlər və taçılka. Açığı sadə rənglərdə istəyirdim, amma yalnız rəngli vardı. Uşaqlar üçün əyləncəli olur. Özümə isə Divaş firmasından qaş qələmi götürdüm. Rəngi 01, amma ürəyimcə olmadı. Amma onların qaş markerləri əladır. Bir gün sizə də göstərəcəm. Və ən sonda Nikolka üçün hədiyyələr. Onun sevimli qəlyanaltıları, ət parçaları. Gündə bir dənə verirəm. Bəzən yaxşı davrandıqda 2 dənə də olur. Bir də ona yeni səsli oyuncaqlar aldım. Baxın necə sevinir. Oyuncağı yuyub ona verəcəm, qoy oynasın. Это она ждет, когда я ей. Ой, не могу, Никоська. Так. Как крякает-то прям. Ой, тебе зимой. На. Beləliklə, bu dəfəki alış-verişim bu cür oldu. İndi isə duş alıb, üzümə qulluq edib yatmağa hazırlaşacağam. Bugünkü vloq da burada bitir. Axıra qədər izlədiyiniz üçün çox sağ olun. Layklarınıza, şərhlərinizə görə təşəkkür edirəm. Gələn videoda görüşənədək hamınızı möhkəm qucaqlayıram. Hələlik.